Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Vilayətin aynası verilişini izləyirsiniz. Biz bu verilişdə İmam Hadi əleyhissalamdan nəql olunan Qədiriyyə ziyarətnaməsini oxuyur, tərcümə edir və qısa izahını siz əzizlərin nəzərinə çatdırırıq. Digər verilişlərdə olduğu kimi ilk öncə ziyarətnamənin bir hissəsini birlikdə eşidək və dinləyək, ondan sonra mən tərcümə edib izah edəcəyəm. وأشهد أنك أمير المؤمنين الحق الذي نتك بولايتك التنزيل وأخذ لك الأهد على الأمة بذلك الرسول وأشهد أنك وعمك وأخاك الذين تاجرتم الله بنفوسكم فأنزل الله فيكم إن الله اشترى من المؤمنين أنفسهم وأموالهم بأن لهم الجنة يقاتلون في سبيل الله فيقتلون ويقتلون وعدا عليه حقا في التوراة والإنجيل والقرآن فمن أوفى بعهده من الله فاستبشروا ببيعكم الذي بايعتم به وذلك هو الفوز العظيم التائبون العابدون الحامدون السائحون الراكعون الساجدون الآمرون بالمعروف والناهون عن المنكر والحافظون لحدود الله وبشر المؤمنين أشهد يا أمير المؤمنين أن الشاك فيك ما آمن بالرسول الأمين وأن العادل بك غيرك عاند عن الدين القويم الذي ارتضاه لنا رب العالمين وأكمله بولايتك يوم القدير وأشهد أنك المعني بقول العزيز الرحيم وأن هذا صراطي مستقيما فاتبعوه ولا تتبعوا السبل فتفرق بكم عن سبيله ضل والله وأضل من اتبع سواك وعند عن الحق من عاداك اللهم سمعنا لأمرك واعتعنا واتبعنا صراطك المستقيم فاهدنا ربنا ولا تزغ قلوبنا بعد إذ هديتنا إلى طاعتك واجعلنا من الشاكرين لأنعمك وأشهد أنك لم تزل للهوى مخالفا وللتقى محالفا وعلى كظم الغيظ قادرا وعن الناس عافيا غافرا وإذا عصي الله ساخطا وإذا عطي الله راضيا وبما عهد إليك عاملا راعيا لما استحفظت حافظا لما استطعت مبلغا ما حملت منتظرا. İmam Hadi əleyhissalam Əli əleyhissalama xitab edərək ziyarətnamənin bu hissəsində belə buyurur. Və əşhədu ennəkə və əmməkə və əxakə əlləzinə
tacertumullaha bi nufusikum. Buyurur ki, ya əmirəl müminin, şəhadət verirəm ki, həqiqətən sən özün və sənin əmin, ki, əmidən məqsəd burada Həmzi Seyyid-ü Şühədadır, hansı ki, Ühüd döyüşündə şəhid olmuşdur. Və əxakə və sənin qardaşın, bu da işarədir Cəfər Təyyara, ki, İslamın müxtəlif döyüşlərində iştirak etmişdi, cihad etmişdi Əli əleyhissalamın kənarında, əmiləri Həmzə-i Seyyid-ü Şühədanın kənarında. İmam Hadi əleyhissalam burada Əli əleyhissalamın kənarında Həmzəni də gətirir və Cəfər Təyyarı da gətirir və buyurur ki, mən şəhadət verirəm ki, həm sən, həm qardaşın Cəfər Təyyar, həm Seyyid-ü Şühəda olan Həmzə Allahla ticarət etdiniz, müamilə etdiniz bi nüfusikum, öz canlarınızla. Yəni Allah yolunda canlarınızı verdiniz, Allah Teala da bunun müqabilində sizə əbədi ola cənnəti verdi. Və sizin bu ticarətinizin müqabilində Allahla mənəvi müamilə və ticarətin müqabilində Allah Teala sizin şəninizdə Qur'an-ı Kərimin bu ayələrini nazil etdi. Buyurur ki, fəənzələllahu fikum. Siz ki, Allah ilə, canınızla mənəvi baxımdan ticarət etdiniz, Allah Teala bu ayələri sizin haqqınızda nazil elədi. O hansı ayələrdir? İnnəlləhə iştərə minəl mü'mininə ənfusəhum. Allah Teala möminlərdən onların canlarını aldı. Və ənfusəhum və əmvaləhum və onların mallarını aldı. Nəyin müqabilində? Bi ənnə ləhumul cənnə. Hansı ki, nəfslərin, malların müqabilində Allah Teala onlara əbədi cənnəti versin. Necə ki, Əli əleyhissalamın öz kəlamlarının birində vardı. Əli əleyhissalam buyurur ki, ey insan, sənin dəyərin dünyada heç bir şeyindən ölçülməz. Bil və agah ol ki, leysə li ənfusikum səmənun illəl cənnə. Sizin canınızın dəyəri cənnətdən başqa bir şey deyil. Onu cənnətdən başqasına satmayın. Əli əleyhissalam bu dediyi kəlama ilk öncə özü əməlidir. Bu ayə Əli əleyhissalam haqqında, Seyyid-i Şühəda Həmzə haqqında və Cəfər Təyyar haqqında, hansı ki, Cəfər Təyyar da səhv etməsəm Təbuk döyüşündə şəhid olmuşdu. Bunların xüsusiyyətləri budur ki, yuqatilunə fi səbilillah. Allah yolunda cihad edirlər. Fəyəqtulunə və yuqtəlun. Həm öldürürlər kafirləri, müşrikləri, həm də bu yolda öldürülürlər. Vəədən əleyhi. Allah Teala buna vədə vermişdir ki, haqq olaraq həm Tövratda, fit-Tövrati vəl-İncili vəl-Qur'an. Və mən əvfa bi əhdihi minəllah. İmam Hadi əleyhissalam buyurur ki, sizin bu ticarətin, mənəvi ticarətin müqabilində bu ayələri Allah Teala sizin şəninizdə nazil etmişdir. Mən qeyd elədim, İmam Hadi əleyhissalam bu Qədiriyyə ziyarətnaməsində 70-dən çox ayəni nəql edir və buyurur ki, bu Əli əleyhissalamın fəziləti haqqında, imaməti haqqında, digər xüsusiyyətləri haqqında gəlmişdir. Və mən əvfə bi əhdi minəllah fəstəbşuru bi beyikumulləzi bayətum. Müjdə olsun sizə bu müamilə, bu ticarət ki, Allahla elədiniz, bu ticarət çox səmərəli və faydalı bir ticarətdir. Müjdə olsun. Və zəlikə huvəl fawzul əzim. O əzəmətli fawz, yəni həqiqətdə müzəffər olmaq, həqiqi feyzə yetişmək elə bundan ibarətdir ki, insan mənəvi ticarətin müqabilində əbədi cənnətə yetişsin. Sonra Allah Teala belə şəxslərin xüsusiyyətlərinə işarə edir. Hansı ki, ət-taibun, bunlar tövbə edəndirlər, əl-abidun, ibadət edəndirlər, əl-hamidun, həmdidən, əs-saihun, oruç tutan, ər-rakiun, rüku edən, əs-sacidun, səcdə edən, əl-amirunə bil-mə'ruf və nahunə ənil münkər, əmr bi məruf edən və nəhyəz münkər edən, vəl-hafizunə li-hududillah, bütün Allahın həddini, hüdudlarını riayət edən və bəşşiril müminin, bunlar həqiqi möminlərdilər. Ya Peyğəmbər, həqiqi möminlərə sən müjdə ver. Bu hansı ayələrdir? Tövbə surəsinin 111 və 112-ci ayələridir. İmam Hadi əleyhissalam, Əli əleyhissalamın ziyarətnaməsində ona xitab edərək buyurur ki, siz Allahla
müamilə etdiniz, mənəvi ticarət etdiniz. Allah Taala da sizin fəzilətinizdə Tövbə surəsinin 111 və 112-ci ayələri nazil elədi. Davamında yenə İmam Hadi əleyhissalam Əmirəl-Möminin Əli əleyhissalama xitab edərək buyurur ki: "Əşhədü ya Əmirəl-Möminin ennə şaqqə fikə ma amənə bir rəsulul əmin." Çox əcib bir cümlədir. Deyir ki, mən İmam Hadi şəhadət verirəm ki, ey Əmirəl-Möminin, hər kəs sənin barəndə şəkk eləsə, belə bir şəxs əmin olan, Allah tərəfindən göndərilən rəsula, elçiyə iman gətirməmişdir. Yəni Əli əleyhissalamda şəkk eləyənməyin mənası nədir? Yəni Əli əleyhissalamın Əbu Talibin oğlu olmağında, ya onun vücudunda, varlığında Əli əleyhissalamda şəkk eləmək, yəni Əli əleyhissalamın vilayətində, imamətində Peyğəmbərdən sonra fasiləsiz imam olmağında hər kəs şəkk eləsə də Peyğəmbərə iman gətirməyib. Niyə? Çünki Peyğəmbər dəfələrlə açıq, aydın şəkildə buyurmuşdur ki, Allah tərəfindən mənə vəhiy gəldi ki, mən elan edəm, məndən sonra həqiqi imam və vəli Əmirəl-Möminindir. Bir nəfər şimdi gəlib Əli əleyhissalamın vilayətində şəkk edir, yəni Peyğəmbərin sözündə şəkk edir. Hansı ki, Allah Teala onun barəsində buyurur ki, "Mə yəntiqu anil həva, in huve illa vahyun yuha." Davamında buyurur və ennəl adilə bikə qeyrək adilun ənid-dinil qəvim. Hər kəs, ya Əmirəl-Mömin, səni qoya, səndən başqa hər kimin dalıysa gedirsə getsin. Səni qoyur kənara, səndən başqasının dalıcan gedir. İstəyir birinci xəlifə olsun, ikinci xəlifə olsun, səhabə olsun, nə qədər fəziləti olmuş olsa da belə səni qoyub başqasının dalıca gedərsə, bil ki, adilun ənid-dinil qəvim. Belə bir insan doğru və düzgün dindən uzaqlaşmışdır. Hansı din? Hansı dindir o dini qəvim? Allahın razı olduğu din? Həmin dindir ki, Allah Teala Maidə surəsinin 3-cü ayəsində buyurur ki, "Əl-yevmə əkməltu ləkum dinəkum vəətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dina." O razı olunmuş din hansıdır? Əli əleyhissalamın vilayəti ilə tamamlanan və kamilləşən dindir. Əlləzi irtəzahu lənə Rabbul aləmin. Hansı ki, o möhkəm, qəvim olan, o güclü olan, möhkəm olan dini Allah Teala bəndələri üçün razı olmuşdur. Fəəkmələhu, Allah Teala həmin o dini kamilləşdirdi. Bi vilayətikə yevməl qədir. Sənin vilayətində Qədir günündə. Davamında buyurur, yenə başqa bir ayəyə işarə edir. Şəhadət verirəm ki, bu ayədə sənin barəndə nazil olub, ya Əmirəl-Möminin. Və əşhədü ennəkəl mə'niyyi bi qolil əzizir rəhim. Mən şəhadət verirəm ki, Allah Teala'nın bu kəlamından məqsəd sənsən. Bu ayə səni nəzərdə tutur. Bu hansı ayədir? Buyurur ki, və ennə hâzâ sirâti müstəqîmən fəttəbi'uhu və la təttəbi'us subul fətəfərrəqə bikum ən səbilih. Ən'am surəsinin 153-cü ayəsi. Ən'am surəsinin 153-cü ayəsi barəsində İmam Hadi əleyhissalam buyurur ki, bu ayədən məqsəd mən şəhadət verirəm. Mən imam şəhadət verirəm ki, sənsən. Ayənin mənası nədir? İmam Allah Teala buyurur ki, və ennə hâzâ sirâti, həqiqətən bu mənim siratımdır, mənim yolumdur. Müstəqima, bir halda ki, doğru və düzgün yoldur. Bundan məqsəd kimdir? Deyir ki, Əli əleyhissalamdır. İhdinəs sirat-əl müstəqimdə də qeyd olunur ki, bizi hidayət elə sirat-ı müstəqimə, sirat-ı Əliyyin, Əlinin yoluna. Fəttəbi'uhu, deyə Allah Teala buyurandan sonra bu mənim yolumdur, bir halda ki, doğru və düzgündür. Bəs əgər belədirsə, fəttəbi'uhu, buna tabi olun. Kimə tabi olun? Yəni Əliyə tabi olun. Əmirəl-Mömin Əli əleyhissalama tabi olun. Və la təttəbi'us subul. Əli əleyhissalamdan sonra bütün yolların hamısı batildir. Onlara tərəf getməyin, onlara tabi olmayın. Tabi olsanız, fətəfərrəqə bikum ən səbili. Allahın yolundan mütəfərriq olarsınız. Pərakəndə olarsınız. Necə ki oldular. Peyğəmbər də buyurmuşdu ki, məndən sonra ümmətim 73 firqəyə bölünəcək. Sayı nə qədər çox olsa, nə qədər olsa hamısı batildir. Yeganə vahid yol sirat-i müstəqimə, həmin sirat-i Əlidir. Hər kəs buyurur ki, sənin yolundan başqasına tabi olsa, zəllə vəllə və əzəllə mən ittəbəəkə sivaq. Özü azıb və azdırıb. Hər kəs ki, səndən başqasına tabi olsa, səndən başqasına tabi olan həm özü azıb və başqalarını da azdırmış olur. Və ənə də ənil həq mən adaka. Hər kəs səndən ədavət eləsə, ya Əmirəl-Mömin, bilsin ki, o haqdan uzaqlaşmışdır. Bir halda ki,
Peyğəmbər buyurur ki, Əliyyum mə'əl haqq vəl-haqqu mə'əli. Əli haqla, haqq da Əli ilədir. Davamında İmam Hadi əleyhissalam buyurur ki, Allahümmə səmi'inə li əmrik. Sən buyurubsan, mənim yolum budur, bu yola tabi olun. Ey mənim Allahım, səmi'inə li əmrik. Sənin bu əmri biz eşitdik. Və ətə'na və itaat elədik. Və təbə'nə siratəkəl müstəqim. Biz sən o sirat-ı müstəqimin ki, əmirəl-müminin yoludur, biz ona tabi olduq. Bu sənin əmri eşitdik, itaat elədik və sənin sirat-ı müstəqimin ki, həmin əmirəl-mümin əleyhissalamdır, ona tabi olduq. Belə isə fəhdina Rəbbənə, ey bizim Rəbbimiz, sən bizi hidayət elə. Necə ki, hər gün namazımızda deyirik, ihdinə sirat-əl müstəqim, burada da deyir ki, fəhdina Rəbbənə, ey bizim Rəbbimiz, sən özün bizi hidayət elə. Əlbəttə, əgər biz əmirəl-mümin əleyhissalamın yolundayıqsa, onun vilayət və imamətini qəbul eləyirsə, əlhamdülillah hidayətliyik. Bu sözün mənası nədir? Təfsir alimlərdə bəzən işarə edirlər. Yəni, səbbitni hazihil hidayə. Yəni, bizi bu hidayətdəki hal-hazırda varıq, bizi sabit qədəm elə. Çoxları olublar, əvvəldə vilayətçi olublar, sonradan görürsən, yollarını azıblar. Ey bizim Rəbbimiz, bizi hidayət elə, davamı da odan işarədir. Və la tuziq qulubənə bə'dəl huda ən taətikə. Bizi hidayət etdikdən sonra sən bizim qəlblərimizi azdırma o öz itaətindən. Vəc'əlnə minəş-şakirin li'ənumikə. İlahi, özün bizi qərar ver, sənə şükr edənlərdən, sənin neymətlərin üçün. Burada xüsusi olaraq neymətdən məqsəd nədir? Bu ki, neymətdən məqsəd vilayət neymətidir. Elhamdülillahilləzi cəalənə minəl-mütəməssikin bi vilayəti əmirəl-müminin Əli ibn Əbi Talib əleyhissalam. Bunun üçün biz şükr etməliyik. Əgər yadınızda olsa, keçən verilişlərin birində mən dedim, qeyd elədim ki, yevmə izin lətusəlunnə ənin-nəim, qiyamət günü neymətlərdən soruşulacaq. Orada qeyd olunan hədislərdə məqsəd və əl-vilayə, vilayət neymətindən soruşulacaq. Davamında buyur ki, və əşhədü ənnəkə ləm təzəllil həva müxalifən və littuqa müxalifən. Bu sözlər hamısı Əli əleyhissalama yaraşır. İmam Hadi əleyhissalam şəhadət verərək buyurur ki, ya əmirəl-müminin, şəhadət verirəm ki, həqiqətən sən həmişə həvai nəfsinin əksinə çıxdın. Və littuqa müxalifən, həmişə təqva ilə riayət elədin. Təqviyə əməl elədin. Bütün rəftarların hamısı təqva əsasında idi. Və əla kəzmil qeyzi qadirə. Kəzmül qeyz, yəni əsəbi, qəzəbi udmağa sənin qüdrətin var idi. Bəziləri görürsən ki, əsəbləşəndə öz əsəblərini, qəzəblərini uda bilmirlər. Buyurur ki, sən öz qəzəbini udandın və ənin-nasi afiyə, insanları əfv edirdin. Bu da işarədir Ali İmran surəsinin bir ayəsinə ki, hansı ki, Allah Teala təqvalılar barəsində buyurur ki, vəl-qazimilnəl qeyz vəl-afinə ənin-nas vəllahu yuhibbul muhsinin. Bu da əmirəl-müminin əleyhissalam barəsindədir. İmam Hadi əleyhissalam demək istəyir ki, bu ayələr hamısı sənə yaraşır. Və izə usiyəllah saxitan, şəhadət verirəm ya əmirəl-mümin, Allaha isyan olunanda sən çox narahat olurdun. Bu təqvalı insanların xüsusiyyətidir. Və izə utiyəllah raziyən, gördün ki, bir yerdə Allaha itaət olunur, orada xoşhal olurdun. Və bima əhidə iləyhə amilən, Allahın əhdinə əməl edirdin. Ra'iyən limə ustuhvistə, hafizən mə ustuvdiətə. Allahın sənin yanında qoyduğu əmanətə olduğu kimi riayət elədin, əməl elədin. Mübəlliğən mə hummiltə. Allah tərəfindən nəyi qəbul eləmişdinsə bir əmanət olaraq Peyğəmbərin vasitəsilə bunların hamısını çatdırdın, muntəzirən mə vuiddə. Və sənə vədə verilən şeyi intizarındasan ki, o ilahi vədələrdir. Bizə ayrılan vaxt tamam oldu. İnşallah bu ziyarətnamənin davamını gələn verilişdə siz əzizlərin nəzərinə çatdıracağam. Hamınızı Allaha tapşırıram və sallallahu alə seyyidina Muhammed və alihi tahiri.